Yeni bir videodan hər birinizi salamlayıram dostlar. Bu aralar biraz xəstə yox, səsimin də vəziyyətini görürsünüz, amma yəni YouTube kanalımı da sizlərə də videosuz qoymaq istəmədim. Ona görə də məcbur bu şəkildə bir neçə videolarım yəqin ki bu şəkildə bu səslə sizə danışasıyam da eləməyə çarəm yoxdur maalesef. Çarəm yoxdur yəni dərman falan eləyirəm, amma xeyir yoxdur. Dərmanlarında təbii ki o deyirləri dərmandan həkim deyib bir həftəyə sağalsan, dərmansız 7 günə yine o söhbət dönüb. Yəni dərman eləsin, eləməsin də bir xeyri yoxdur. Ümid eləyirəm ürəyiniz darıxmaz. Mən darıxır ara sıra nə yapayım öz səsimdən, ona görə əksərən belə səssiz durmağı tərcih edirəm evdə. Amma danağıraq heç nə. Kusurumuza baxmayın da tüşlər demiş. Bugün sizdən nə bölüşəsiyəm, belə yerdə oturmuşam kladovka qabağında. Çünki sizə pilisos, robot pilisos barədə biraz danışmaq istəyirəm. Ötən səfər çox adam soruşdu ki, hansını almışsınız, nə tərdir, məsləhət bilirsiniz, bilmirsinizmi? Siz işlədin, bizə də deyin, yaxşıca biz də alaq. Dedim, sağ olun, var olun. Siz işlədib almadınız və olardı. Amma hər nəysə biz aldıq axır ki. Çünki birinci mərtəbəni belə təmizləmək mənim üçün çox çətin olurdu. İstərsəm o bir ev balaca idi, tez-tez təmizlədim. Qutardım, vaxtı keçdim. Yəni mən birinci mərtəbəni sadəcə təmizləyəndə qan tər içində qalın. Təsəvvürünüzə gətirin. Yəni istərsəniz 3 uşaqlı evdir və təmizlənməlidir və nə qədər təmizlənsə yenə də dişikli olur. Orası da var təbii ki. Ona görə məndən ötürü çox vacib idi. Ən vacib şeylərdən biri idi demək olar. Ona görə biraz araşdırdıq, elədik, həm büdcəmizə uyğun olan olsun, həm yaxşı olsun. Deməli, bunların iki forması var. Ya gərək toz soğurma gücü güclü olsun və yaxud silmə gücü güclü olsun. Mən ikisi birində almışam. Amma yenə də dediyim kimi, birinin soğurma sistemi güclüdürsə, deməli, silmə şeyi daha zəifdir və yaxud silmə tərəfi güclüdürsə, soğurma gücü daha zəifdir. İkisi birində olan, ikisi də güclü olan, bəlkə yəqin ki, biraz bahalı modellər də var, amma dediyim kimi biz büdcəmizə uyğun olaraq mən pünhan edim ki, soğurma gücü daha zəif olsun, amma silməsi daha güclü olsun. Çünki məndən ötürü belə deyim, uşaqlar hər şeyi yerə tökürlər, yiyəcəkləri, hər şeyi və sıra batır yer, yapışması daha şeydir. Məsələn, özüm digər belə silən şıvabralarla falan təmizləyə bilirəm. De süpürmə falan deyək. O bir pilisosu ayda işlətməyə qoymur zaten. Dyson bir pilisosumuz var, çox qəşəngdir. Uca 8 ildir, 10 ildir demək olar, 8 ildir. Mən işlədirəm, məndən əvvəl bir 2-3 il pünhan işlədirdi. Yəni ki, uzun müddətdir bizdə işləyir, çox qəşəngdir, çox razıyam. Amma işte şinoludur, səsi curdur və onu işlətdikcə ayda ağlayır. İşlədəmirəm uca, evi süpürgə ilə falan süpürürəm. Dediyim kimi, şuvabran süpürgələrin daha rahat olduğu, onlardan istifadə edirəm quru-quru. Silmək lazım oldu, onları sulayıram, yuyuram, sonra o şəkildə siləm. Yəni uzun müddəti mən bir soslamıram, nə yalan deyim. Bunun səsi daha zəifdir. Həm də məsələn deyək ki, o bir otağa pilisos deyirəmsə, digər otağın qapılarını örtürəm ki, qoy ora birinci pilisos yıxtarsın ki, ayda ayağına gəlməsin. Bundan da qorxur. Amma ara sıra belə şey eləməyə çalışır. Bax, səssiz işləyir, yavaş-yavaş səsi aşağıdır demiş o birislərə nisbətən. Səssiz işləyir, bax, qəşəkdir, sağa baxırsa da bir şey deyirəm ki, öyrəksin qoy. Amma bir pilisosu nədir? Mən məsələn, Sadikə indi getmiyordu, xəstələnmişik deyə. Sadikə gedəndə belə yerdəki iqruşkaları yığıram sadəcə. Stol, stuldu falan onları heç birinə dəymirəm. İqruşkaları yığışdırırım, səhər evdən çıxmamış və yaxud da axşam yuxlamamış. Evdən çıxıram, geyirəm, zaten ayda orada gözləyirdim da bu aralar. O da gözlədiyim arada basıram knopkanı telefondan, yəni prilojeniyası var, telefonda basıram. Все, уже özü evdə başlayır işləməyə. Mən gəlib evə girəndə görürəm ki, daha hər yer silinib, süpürüləndir. Ötən səfər də deyəm ki, gəlinim işləyirdi. Gəlinim kimi vallah. Əsl gəlin mən evə gələnə qədər, qaydana qədər görürəm ki, ev tərtəmiz silinib, süpürüləndir. Daha nə istəyəsən? Qeyd edeyim ki, heç bir reklam, heç bir əməkdaşlıq falan yoxdur. Sadəcə dediyim kimi istəklərin üzərinə çəkirəm. Deməli, marka olaraq bu markadır. Bu marka bilmirəm təzə çıxıbdır yoxsa yox, amma son zamanlar bu markanı deyim tərifləyirlər. Azərbaycanda olub olmadığını bilmirəm, nə yalan deyim. Biz Rusiyadan almışıq. Valbresdən sifariş eləmişik. Nəyə görə?
Əslində belə mağazalarda falanlar da var, öz mağazaları, yerli mağazaları da var. Yerli mağazalarda daha baha qiymətlidir. Nəinki belə onlayn şəkildə Wildberries-dən falan Ozondan alsanız, Ozonda da bahadır. Wildberries-də daha uyğun qiymətə idi. Ona görə biz Wildberries-dən sifariş eləmişik. Belə bir özünün belə qapı var və belə bu yumru hissəsi. Biraz arxaya durum ki, sizə yaxşı göstərə bilim. Deməli, həm buradan upravlət oluna bilmə sistemi var, burada da var məsələn knopkalar, amma mən buradan heç işlətməmişəm demək olar. Bu arada burasını təmizləmək, çıxartmaq olur. Mən prosto ayda yatır deyə indi oranı təmizləmək əvəzinə sizə video çəkmək üstün tutdum. Çünki indi durub gələsidir, yəni danışasız eləyəməyəsiyəm. Deməli, özü girir, özü çıxır pillajeni ilə basıram. Deyirəm ki, məsələn, bu otağı təmizlə. Əvvəlcə ilk gündə tə olur. Belə basırsan knopkasını ki, get, evi tanı. Evi tanıyır, hər yerə, bütün bucaqları falan özü çəkir, nağarır. Haradasa nəsə maniyalar varsa, məsələn, bizim o bir otaqda divanın alt hissələri belə yumruq da olar, tərpətmirik yerinə. Oranı maniya kimi göstərir, yəni də ora girməyəsiyəm deyə qeyd edir özündə. Və yaxud sən zapretniya zona varsa, əgər məsələn bizim boilerimiz, mən oranı zapretniya zona göstərmişəm ki, ora girməsin. Çünki hər şey ayaq altındadır. Pünhan da içdə bir tökür eləyir, uşaqlar da girir, tökür eləyir. Yəni ora girmək qadağandır. Mən indi bu hissəsini çıxartdım sizə göstərməkdən ötürü. Deməli, burasını çıxandan sonra hal-hazırda zatka yığırdı deyə biraz səs var. Yəqin ki, hiss elədiniz. Burasını çıxardıb təmizləmək lazımdır. Hər dəfə yox, belə deyim, bir həftə işlədirəm, bir həftədən sonra çıxardıram, burasını təmizləyirəm. Həmçinin bu alt hissəsində də şvabr var. İndi təkərlə qaldırmaq istəmirəm, daha sonra göstərəsiyəm. Burada belə kamera sistemi var, özü buradan baxır, eləyir. Bu toz soğuranın hissəsi, yəni tozları bura yığır. Buradan açım göstəreyim. Belə bir qapı var deyək, toz yığanı var. Bu adına razıdır, amma bunu işlədirsən, belə dolandan sonra çıxarıb tullayırsan, təzəsini almaq lazımdır. Bizdə alanda içərisində 2 dənə var idi. O birincisi hələ dolmaydı təzəvvüzcətin. Uzun müddətdə işlədirəm. Yəni bilmirəm, o qədər toz mu yoxdur evimizdə, çox mu? Təmizləyir əslində, yəni belə evə baxırsan təmizdir. Amma yəni dolmaydı yenə dediyim kimi. Hələ ki dəyişmək qismına keçməmişəm. Bu şəkildə rahat bir şəkildə açılır, bağlanır. Belə alt hissəsi bu şəkildədir. Belə şvabraları, işlətdim. Şvabraları yumaq lazım onda, özü orada yuyur. Sonra belə bir toz yığanı var. Buradan pilisos eləyir. Təzəmə bura nəsə ilişmişdi, ondan da çıxartdım uşaqların iquşqalar falan var idi. Ona burada da yanıqdı baxır. Mən məsələn indi bunu buradan çıxartdım və özüm geri qaytarmıram, belə damoy basıram. Belə baxır, kamerasını o tərəfə yerini dəqiqləşdirir. Sonra gedib girir yuvasına. Səs olaraq bu səs də işləyir, yəni çox möhkəm deyil dediyim kimi. Bu tərəflə çiğlik qalır, bilmirəm, hər dəfə çıxanda alt hissəsində şvabrasında qalan hissələr olduğuna görə mi, nəyə görə bilmirəm. Amma belə gördüyünüz kimi oralar çiğlidir. Dediyim kimi onu alma, çıxardıq təmizləmək olur da. Belə baxdı və qalxır öz yerinə. Все, yerləşdi. İndi zarizka yığmağa başlayır. Bu gələndə incəsində idi. Mən dilini dəyişdirdim. Benim için prilajeniyadan dilini dəyişdirmək olar. Səsini də biraz azaltdım. Səsi çox çür idi. Ayda yatanda işlədən eləyəndə qorxurdu səsindən. Səsini də yəni artırıb azaltmaq olur. Ümumiyyətlə kəsmək də olar, lap aşağı da eləmək olar. Prosto mən istəyirəm ki, ara sıra yəni deyir ki, burasında bak var. Deyir ki, məsələn, bakı suyunu dəyişdirdiniz, prilajeniya da gəlir ki, suyu dəyişmək lazımdır, nə varmaq lazımdır. Əvvəla sən niyə çıxdın yenə? Su bunu doldururam, təmiz su, yerləşdirirəm, çirkli suyu da bura yığır. Onu tez-tez yazır ki, dəyiş tulla suyu və yaxud su qutardı. Demək olar, hər gün suyunu dəyişirəm, çünki qutarır bütün evi, ev böyük olduğuna görə biz də hər gün dəyişirəm və burada özünün belə çıxardım, göstərim. Belə paraşoku var deyək, belə
buradan götürür, bu sırası ilə təmizləyir. Bu da içində bir dənə idi. Deməli, axtarıb Pünhan tapıbdı. Bunun içərisinə hansından istifadə etmək olar deyə aidlərindən almışıq. Və buradan açıb tökəsi yox, bu qutardıqca da belə bu şəkildə almayası yox da içərisinə əlavə eləyəsi yox. Söşləyəsidir. Buranın suyunu tullayıb sonra yerləşdirirəm. Həmişə bunu da dolu qoyub çıxıram ki, birdən evdə olmayanda falan və yaxud tez bazar nəsə təmizləmək lazım olanda həmişə içərisində su olsun, bu da boş olsun ki, rahat bir şəkildə təmizləyə bilsin. Yoxsa təmizləmir. Sən də qayıt evə. Evə qayıt. Dedim qoy biraz da onun haqqında danışım, nətər təmizləyir deyə. Belə deyim, mənim çox yardımıma çatdı dediyim kimi. Amma bəzi şeyləri var ki, minus. Nədir? Əvvəla ayaq altında heç nə olmamalıdır. Nə tər heç nə olmamalıdır. Məsələn, bizim bu stullar pastayanı durur yerində. Onları götürmürəm. Kuxnadakı da eyni ilə aydan stulu olsun, bizim stullarımız olsun. Onlara dəymirəm. Yerlərində dururlar. Və məsələn, mənim burada dipçəklərim var. Yox, oyuncaqlarını tökmüşəm. Uşaqları çıxardıqları tökülərə yerə. Dipçəklərim var. Dipçəklər yerlərində durduqlarına görə, ötən səfər tərpətmədim yerlərindən. Oranı belə qeyd edirdi ki, ora girmirəm də, yəni girmək olmur, nəsə bir şey var. Məsələn, mən o dipçəkləri qabağa eləsəm, bu tərəfə qoysam ki, dipçəklərin yerini təmizləsin, oranı təmizləmir. Əgər təzdən qeyd eləsəm ki, burada yenidən skanirovat elə, onda təmizləyəsəm, amma o da məndən ötürü əlavə bir iş olduğuna görə eləmirəm. Oranı belə süpürücü ilə falan qabağa eləyərəm. Ya da zaten hər də yəni belə çox tozlu falan olmur da, dipçəklərin arxasına qədər tozlu olasıdır ki. Ona görə o şəkildə saxlayıram. Amma belə xırda iqruşkalar, məsələn bizdə çoxdur əsgərin Minecraft'ı falan, onlar sorun təşkil edir. Ona görə gərək hamısını yığasan. Dediyim kimi bir dəfə ötən səfər keçdi, içərisinə getdi, qaca-qaca yeyib çıxartdım. Çıxartmaq olur təbii ki, amma istər-istəməz yenə də apasındır. Ondan ötürü belə xırda şeyləri yığa bilmir və içərisinə düşsə bilmirəm nə olası. Tam içərisinə getmədən mən ötən səfər götürmüşdüm. Dediyim kimi, amma belə iqruşka əl-ayaqda gərək olmasın, yığışdırasın. Hamısını xırda-xuruş şeyləri stolların altına bizim geniş olduğuna görə o tərəfə rahat bir şəkildə girir, təmizləyir. Kuxnadakı stollar da daha dardır, bunlar daha genişdir, onlar daha dardır. Onların da altına girir, təmizləyir. Amma bir dənə şey xoşuma gəlmir, nə? Məsələn, bizdə yer istif oldu. Yəni bir şey yerə düşdüsə əgər, su dağıldısa sırazı özü quruyur, belə deyim. Və həmçinin sok dağıldı deyək də, sok da sırazı quruyur və o izləri qalır. Belə nə bilim, uşaqlar meyvə, armud falan ötən səfər ayda yedi, atdı yerə. Sırası götürsən də o 2 saniyə içərisində ya sildin, silmədin, 2 dəqiqədən sonra yenə o quruyu qalır. O quruntuları tam olaraq təmizləmir. Yəni belə qırağında belə ləkə qalır, hər hansı bir sok dağlar, nə dağlar, kənar, orta hissələri biraz təmizləyir, yuyur eləyir. Sıraz elədinsə, təmizləyər. Tökülən anda. Amma mən tökülən anda eləyəmirəm. Dediyim kimi, məsələn, ayda kuxuda yemək yiyirsə, o tökürsə, mən o eyni anda pilsoslamıram. Çünki dediyim kimi, ayda qorxur, hələ ki öyrəşməyibdi. Ona görə eyni sırazı eləmirəm. Və üstündən bir deyək, yarım saat ötdüsə, yarım saat sonra mən taxdımsa pilsosu get oranı təmizdə, imenli o tökülən yerin belə qırağında qurumuş hissələri ləkə olaraq qalır. Amma belə toz olsun, nə bilim, süpürüb silmək olsun, digər şeylər mənə çox xoşuma gəlir. Dediyim kimi, kuxnada, məsələn, elə yerlər olduqca, əvvəlcə özüm sulu dəsmalla və yaxud şvabri ilə biraz təmizləyirəm, quruluğunu biraz aparıram deyək də. Sonra onu qoşuram, təmiz eləyir hər yeri. Və bir də nəyə yaxşıdır? Bizim evdə, məsələn, otaqlar arasında ara kəsmə yoxdur. Nəyi dediyimi burada belə göstərim, baxın, belə açırsan. Heç bir ara kəsmə yoxdur. Həmçinin kladovkada. Yəni heç bir otaqda belə ara kəsmə düşüncə vururlar, nə deyirlər bilmirəm. Heç bir otaqda yoxdur o. Ona görə də rahat bir şəkildə işləyir. Yəni harasa gedim, ilişim, qalım söhbəti olmur. Ona görə də dəqiq bilmirəm ki, nələrinsə üstünə çıxıb keçmə qabiliyyəti var, yoxsa yoxdur. Məsələn, bizim Pirxojada kovrik var. Kovrikin üstünə çıxır. İndi kovrikin də ölçüsünü sizə göstərəsiyim. Ötən səfər videoda göstərmişdim səhvlərimizə. Gəlin yerdən göstərim hər ehtimala qarşı. Baxmayanlar oldusa. Baxın, kovrik budur. Harasa təxmini 1 sm olar qalınlığı. Bunun üstünə çıxır, ora çıxa bilir. Amma bizim burada ayaqqabı belə qoyanımız var. Biraz 2-3 cm var. Bura çıxmır təbii ki.
Heç düzü ora çıxmağa da məndən ötürü vacib deyil. Nəyə görə? Yəni ayaqqabılar dayanır. Ora çıxsa daha rahat təmizləyəsidir. Prosta dediyim kimi sizdən ötürü belə dəqiq deyə bilmirəm ki, əgər otaqlar arasında ara kəsmə varsa oradan rahat keçir, yoxsa keçmir, onu deyə bilməyəsiyəm maalesef. Məncə həm çox uşaqlı analardan ötürü köməkdir, onu deyim. Amma onu da deyim ki, bizim o evimiz olsaydı əgər, yəqin ki bundan almazdıq, sərf eləməzdik. Çünki belə xırda-xuruş şeylər evdə, o bir evdə çox idi, dar yerlər çox idi. Yəni nə bilim iqruşkalar falan da çox idi. Daha çətin olardı. Məsələn, işlətmək olardı, prosto o işlətməkdən işlətməmək daha əlverişli olardı. Çünki dediyim kimi onu qaldır, bunu qaldır, bunu qaldır, onu qaldır. Zaten yorularsan ona zələ al, şvabranı, silənə, süpürgəni özün təmizlə daha məntiqlidir. Dediyim kimi burada ara kəsmə də yoxdur. Belə xırda-xuruş şeylər də çox deyil. Ona görə də bizə sərf eləyir. Böyük yerlərdən ötürü sərfəlidir. Çox uşaqlı analardan ötürü vəbşi sərfəlidir. İşləyən xanımlardan ötürü də təbii ki sərfəlidir ki, işdə oturasan, qoşasan, evi təmizləsin. Amma dediyim kimi əl-ayaq altından gərək bu iqruşkaları falan yığışdırasın. Dedim qoy telefonda da sizə göstərim prilajeniya, belə bir prilajeniyası var özünün. Girsəm, məsələn, zətkası indi bitibdir deyə, heç bir səs yoxdur orada. Məsələn, bayaq mən danışanda dırr eləyirdi. Hal-hazırda heç bir səs yoxdur. Yəni, zətka yığıb qutarana qədər, 100% olana qədər o səsi çıxardır və ilk dəfə istifadə edəndə deyir, 100% olmamış istifadə eləməyin. Məsələn, mən işlətmək istəyəmsə, buradan play basıram, sırası işləyir. Və yaxud evə getsin istəyəmsə, qıraqda bucaqdadırsa, bu dom ev işarəsini başlayacağım, evə qayıdır. Bütün bildirimləri mənə burada göstərir ki, burada nə baş verdi. Məsələn, deyir ki, задача завершена. Qutardı. Məsələn, bayaq qoymuşdum. Очистите bakı, yəni təmizləyin, boşaldın deyir. Hər dəfə o, hər задача завершена yazandan sonra onu yazır. Yəni dolu olmasın deyə. İndi sizə burada nəyi göstərmək istəyirəm? Məsələn, burada başqa bir şeylər də var. Əgər varsa, almışsınızsa fenləri var. Məsələn, mən ötən səfər fenlərə baxırdım. Biraz qiymət daha bahadır. Amma yəni hər hansı bir əşyasını almaq istəsəniz, buradan dabavit eləmək olar. Deməli, burada mən nə qarəm? Play-ti eləyirəm. Burada bizim evin çəşidliyi göstərir də, nə hardadır deyə. Məsələn, burada komnataları ayrı-ayrılıqda seçmək olar. Məsələn, buranı bir komnata olaraq göstərdi, belə desəm, bura. Sonra buranı bir komnata olaraq göstərdi. Bura mətbəximizdir. Belə seçirsən ki, 3 otağı təmizlə və yaxud 4-ünü təmizlə. Deməli, pisi var. Hamısını bassam, hər yeri təmizləyir. Burada nə varsa, hansı qapı açıqdırsa, hansı maniyə yoxdursa qabağında hər yeri təmizləyir. Və burada zona hissəsidir. Bu zona hissəsi mən demək olar tez-tez işlədirəm. Çünki dediyim kimi ayda evdə olanlar olanı. Məsəl üçün seçirəm ki, deyəm ki, ayda yatır da burada deyək. Belə seçirəm. Belə buraları təmizlə və yaxud buranı bütöv təmizlə və yaxud bir dənə buranı təmizlə, buranı təmizlə. Belə hara lazımdırsa ora parmaq olur. Bir yerdə təmizlətmək olur, hər yerdə təmizlətmək olur. Option. Daha sonra buradan rejim seçmək olur. Məsələn, rejim uborka, plisası uborka. Həm silmədən təmizləyir, həm nə bilim aşağı vlajnostda, baxın vlajnost. Slekka mən ən yüksəyin qoymuşam ki, təmizləsin. Ayda buralar fəhməyə başladı. Yuxudan durub gəldi. Daha sonra burada kamera hissəsi də var. Bu kameradan, məsələn, mən kod qoymuşam. Məndən başqası girə bilmir. Bu, baxın, göstərir yəni harada olduğu. Məsələn, problet edə bilərəm, gəlsin, getsin. Yəni kameradan da hardaya, məsəl üçün, başqa bir yerə getmişəm, nəsə bir şey yazır. Və yaxud evə baxmaq istəyirəm ki, harasını təmizlədi. Kamera vasitəsindən açıb baxa bilirəm. Orası da yaxşıdır. Sonra baxım nələri var burada başqa. Hoşum yəni qalan şeylərin çox istifadə eləmirəm deyə çox da belə məsələn burada zona dabavit eləmək olur. Baxın. Məsələn deyəm ki, buranı elə, sonra deyəm bir dənə zona dabavit elə, buranı elə. Sonra bir dənə dabavit eləyəm ki, bu hissəni də elədim də. Məsəl üçün deyirəm də indi biraz ayrı-ayrı elədim. Post göstərməkdən ötürü və burada göstərir neçə dəqiqəyə nə qədər kvadratı təmizlədi. Zaytkası təbii ki göstərir. Zaytkası aşağı düşən vaxt olmayıb nə yalan deyim. Amma yəni dediyim kimi digər şeylərin hamısını göstərir. Belə yəni fərqli funksiyalar var. Dediyim kimi hər şey lazım olmadıqlarına görə əsassız elə print eləyirəm. Все təmizləyən basıram, ya hamısını basıram, ya komnatanı seçirəm. Məsələn dediyim kimi o gün bir dənə kuxnada işləmişdim, kuxna batmışdı. Bir dənə kuxnaya bastım, gəldi təmizlədi, çıxdı, getdi. Belə.
Hamısını bitdən basanda daha gec təmizləyir. Məsələn, mən hamısını bitdən evdə olmayanda basıram ki, hər yeri təmizləsin. Amma evdə olanda istəyirəm ki, bir otağı tez bazar təmizləyib, otaqdan çıxsın o şey. Ona görə də komnataları tək-tək basıram. Çünki hamısını eləyəndə təsəvvür gətirin, buradan da yerə özünü göstərir. Buradan gəlir bura, sonra buradan gəlir ora, belə kuruğu alır, hər yerin kuruğunu alır. Sonra yenə başlayır gəlir bura eləməyə. Yenə kuruq gəlir deyə mən əsəbləşirəm. Məndən o tərəfə gözlə durur. Ona görə evdə olmayanda hər yeri basıram. Yox, əgər evdəyəmsə ya zona qoyuram, ya da ki belə komnata deyim kimi buranı təmizlə bir dənə, yaxud buranı təmizlə bir dənə, vəsə belə çıxartmaq da olur. Səhv basmısansa bu şəkildə. Ümid edirəm aydın bir şəkildə izah eləyə bildim fikrimi. Burada iquşkuları falan tökmüşəm. Yeni il iquşkularını, yolkanı falan çıxartmışam. Yolkamız balacadır bu il. Yeni yolka almaq fikrimiz yoxdur. Nə yalan deyim, borcları falan ödəmək lazımdır bu ildə ötürü. Ona görə belə əldə olan şeylərdən istifadə eləyəcəyəm. Bir şey düzəltmə fikrim var. Onlar da saxlayam gələn videolara. Artıq bu videoda biraz uzun olası yəqin ki, yenə çox danışdım. Gələn videolarda sizə göstərəcəyəm bu yolkalardan nə hazırladım, nə qadım. Həm də çox adam düşünür ki, tezdir. Normalde noyabrın 1-i oldu. Yolkam qurulmalıdır. Noyabrın 5-nə, 7-sinə çatmışıq. Mən hələ yolka qurmamışam və qıcıqlanım da istər-istəməz. Mən ötü tez də öyle eləşilir. Bayram hazırlığı mən ötü heç vaxt yəni tez də öyle. Lacım olsa elə oktyabrın 1-dən də quraram. Prosto belə şeydən qorxuram. Pünhan dilinə düşməkdən qorxuram. Bunlara xəbər var. Sən Allah qələmə. İndi də yolka şeşkilərini çıxartmışım axşam abi. Ay Gülür, sen Allah'a yeri bəzəməyəsin. Bilirdən qaziyyədə bütün hər yeri bəzəyə. Sen Allah diye hər yeri bəzəməyəsin evi onsuz da diye. Açıqlıqdır, qəşəkdir. O deyəm ki, sen Allah diye düşür. Deyəm evi sən dikə bilərsən, amma evdir, qoxunadır, nədir, o şeylər mənliqdir. Ona görə də qarşıma elə şeylər onsuz da bəzəmədi. Sən də bəzəyəsiyəm. Habra nə qoydun sandı. Bəzədi, sən də yenə bəzəyəsiyəm. Xeyri yoxdur. Yəni bir şey ürəyim istəyirsə bəzəyim, o eləyəsiyəm, madiməm. O da daha yazıq nağarsın, əlin üzür çıxdı, getdi, daha nağarsın qoyur. Hoşum elə yeni ilə hazırlaşdım mənə dostlar. Bilməm siz başlamışsınız yoxsa yox. Amma məncə başlayın, olasdı bəzək düzət də. Düz uşaqlar başlayıqlar yolkanı düzətməyə, əskənən esirəm. Haydi bir qıraqdan sökülür. Əskənən sıra yenə üstünə yığır. Haydi yenə bir qıraqdan sökülür. Elə dekabrın 31-nə tam hazır olasıdır bizimkilər. Sökülür, iquşkan şəkillərini sökülür. İquşka qalmayası dekabrın 31-nə bizdə vallahi bir gedişdən. Belə yoruldum danışıb. Bugünlük bu qədər bəsdir məncə. Gələn videoda görək sizdən ümid edirəm səsim düzəlsə. Resept çəkmək istəyirəm, sizin abunə reseptini çəkmək istəyirəm sizlərdən ötürü. Amma səsim bu vəziyyətdədir. Amma yenə də yeni ilə qədər istəyirəm seçim. Çünki istəsəmiz yeni il deyəndə ağla Cinnabon gəlir. Bilməm. Peki mənim ağlıma bir dənə gəlir. Amma belə havalar soyudusa, belə biraz nə bilim yağışlı keçdisə ağlıma elə bir ki Cinnabon gəlir düşür ki, ha, hava soyuq desin də boyun yeyilmədi o. Azərbaycanda hamı deyir, yağış yağdı, sıracıq, xəncəl yağ. Bizim şinyət baxımından da məndən ötürü odur, Cinnabon. Havalar soyudsa, yağış yağdısa, Cinnabon yeyilməlidir. Aşıma resepti sizə il sonuna qədər, inşallah bu ilin sonuna qədər düzələrəm və sizə çəkib paylaşıram. Belə, yenə çox danışmayayım deyə, yenə çox danışdım. Ümid edirəm bu video sizin üçün faydalı olar. Yenə son olaraq demək istəyirəm ki, mənə görə faydalı bir məhsul oldu həqiqətən. Yəni ötən səfər demişdim, o ayna silən almayıb. Bu alsanız daha məqsədə uyğundur. Ayna siləni elə ildə bir dəfə, 2 dəfə nə işlətsən nə yox, amma bu mən hər gün gündə 2 dəfə işlətdiyim vaxtlar belə olur. Məsələn, kuxnada bir tatlı bişirirəm. O bir otaqları, hər yeri təmizləyirəm falan filan. Amma tatlı bişirirəm. Görürəm ki, kuxudan batdı hər yer. Yenə sırası basıram, gəl sırası təmizləyir, çıxacaq. İşinə gücünə belə deyəm. Bir də onu deyim ki, belə kuxna falan dediyim kimi çox o mətli yerləri çox yaxşı təmizləməsə də yataq otağını deyək, nə bilim koridorlar olsun, hamam otağından belə tutmuş təmizləyəm ara sıra. Görürəm ki, qurudur. Quru olanda təmizləyəm, dediyim kimi bizdə isti poldur. Ona görə çox sulu qalmır hamam. Görürəm ki, qurudur hər yer.
Oranı da təmizləyirəm. Yəni əməlli başlı deyim ki, əlimdən tutur, qəşəng təmizləyir yataq otaqlarını da, koridoru da, nə bilim. Bir bu prixojan giyinən, ayaqqabı giyinən yeri istərsən nə qədər təmizləsən də yenə batır. Çünki biz içdə bir çıxırıq. Uşaqlar deyirlər ki, çıxırıq, çıxdılar, yenə ora batır. Belə ora hər deyən təmiz olmur, amma digər tərəflər yəni təmiz də hal-hazırda ayda yuxudan durur da qədər. Getdik, bəsdir də. Suallarınız olsa yenə videonun aşağı qismənə yaza bilərsiniz. Təbii ki, hamısını vaxt olduqca cavablayıram. Belə asker sağ ol eləcəyək də, mama səsi çıxmır, onunla danışdım elə. Paka elə hamıya. Sağ ol Paka. Sən də elə Əsra. Paka. Sənin abunə olun. Abunə olun. Əsas üçün danışmaqla kusur baxmayın. Подписывайтесь, говори. Подписывайтесь. Ага, спасибо. Все, пока, Илья. Пока. Sağ olun. Çok başladılar yani, meymuna başladılar gene. Sağ olun, kaçtık.